Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş rayonun Tarovlu kənd sakini İbrahimov Şaiq Museyiboğlu'nun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu. Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə əklil və gül dəstələri qoyuldu. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dualar oxundu. Tədbirdə çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Ağverdiyev qeyd etdi ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olmuş, 274 nəfər əlil, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür. Qeyd olundu ki, 44 günlük vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Çıxış edənlər şəhidimizlə bağlı xatirələrini bölüşüblər. Sonda şəhidimizin qardaşı İbrahim Akif Museyiboğlu göstərdikləri diqqət və qayğıya görə Ali Başkomandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi. İbrahimov Şaiq Museyiboğlu 16 may 1972-ci il tarixdə Zəngəzur mahalı Qubadlı rayonunun Tarovlu kəndində anadan olmuşdu. Şaiqin son döyüşü 1993-cü ilin sentyabrında olmuşdu. Belə ki, sentyabr ayının 1-də Qubadlının Hal kəndində ağır yaralanır. Şaiqin həyatını xilas etmək üçün onu helikopterlə Bakıya gətirirlər. Hospitalın həkimləri düz 19 gün koma vəziyyətində saxlamalarına baxmayaraq onun həyatını xilas edə bilməyiblər. Şaiq Museyiboğlu İbrahimov 20 sentyabr 1993-cü il tarixdə həyatını itirərək şəhidlik zirvəsinə ucalır. Məzarı Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanındadır. Subay idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.